Fizioterapiya fiziki üsullarla aparılan müalicə üsuludur və Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi 180-dən artıq tibbi ixtisas sahəsində tətbiq olunur. Biz hansı hallarda fizioterapevtə müraciət etməliyik? Ümumiyyətlə, ağrı problemi yaşayan əksər xəstəliklərdə fizioterapiya tətbiq edilir. Lakin ilk növbədə xəstəyə fərdi yanaşaraq düzgün diaqnoz qoymaq lazımdır və bundan sonra müalicə aparmaq olur. Bizim təcrübəmizdə bel ağrıları ən çox rast gələn problemlərdəndir. Ümumiyyətlə, bel ağrıları bu qədər çox geniş yayılmasına baxmayaraq, pasientlər həmişə həkimə müraciət etmirlər və buna çox əhəmiyyət vermirlər. Lakin unutmaq olmaz ki, bel ağrıları bir çox xəstəliklərin xəbərçisi ola bilər. Bu xəstəlikləri bəzi revmatizmal xəstəliklər, osteoporoz, fəqərarası disk yırtıqlarını, hətta bədxassəli şişlər misal göstərə bilərik. Bel ağrılarının səbəbləri nələrdir? Ümumiyyətlə, əsas səbəb gündəlik həyat tərzimizdə, əyilib qalxarkən, yük daşıyanda, hətta oturanda belə öz pozisiyamıza diqqət etməməyimizdir. Sükan arxasında əyləşmək, kompüterlə çox məşğul olmaq, uzun müddətli televizor izləmək və qamət pozğunluqlar da bel ağrılarına səbəb olur. Həmçinin gündəlik həyatımızın bir hissəsi olan stresin də bel ağrılarının əmələ gəlməsində rolu mühümdür. Bel ağrıları həmçinin bir çox xəstəliklərin əlamətləri kimi də meydana çıxa bilər. Əgər ağrılarınız uzun müddətli və şiddətlidirsə, ağrılarınız ayaqlarınızda keyləşmə, hissiyat pozğunluğu yaradırsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Bel ağrılarından qurtulmaq üçün nələrə diqqət etmək lazımdır? İlk növbədə çalışın 2 saatdan artıq sükan arxasında əyləşməyin. Düzgün ayaqqabı seçin. Ortopedik yataqlardan istifadə edin. Uzun müddətli masa arxasında çalışanlar hər 1 saatdan bir ən azı 5 dəqiqə qalxıb yüngül bel hərəkətləri edin. Gün ərzində ən azı 15 dəqiqə təmiz havada qalın. Və ən mühüm olaraq uşaqlarınızın məktəb çantalarının ağır olmamağına diqqət yetirin. Bunlar gələcəkdə bəzi onurğa problemləri, o cümlədən skalyozun əmələ gəlməsinə səbəb ola bilər. Bizim hospitalımızın fizioterapiya şöbəsində müxtəlif növ ağrılar və müxtəlif xəstəliklər müalicəsi müasir fizioterapevtik aparatlar vasitəsilə həyata keçirilir. Bizim tərəfimizdən aparılan uyğun müalicə metodları və tibbi reabilitasiya proqramı ilə ağrılarınızdan azad olmanıza kömək edəcəkdir. Hədəflərimiz həyat keyfiyyətini yüksəltməkdən ibarətdir.